Dağlar başı dumandır, aman Allah yar, yine dumandır. Ayrılığın ölümden bana yamandır ya. Senin güne mühabbetin tükenmezdir, sadakatin ey vatan, ey vatan. Dağlarına düşen şehden, çöllerine sen mehter. Doya bilmirəm, ey vətən. Bir anamdan, bir də səndən bu dünyada doya bilmirəm, ey vətən. Hara getsəm, harda olsam, səni tərənnüm edirəm, doğma Azərbaycanım. Amerika, Argentina, Yugoslaviya, Honduras, Yemen, Bagdad, Costa Rica, Kanada, İran, Türkiye, Finlandiya, Hindistan, Balqaristan, Macaristan, Əfqanistan, Ərəbistan, sənin mahnılar qalqışlayır, sənə sağ ol deyir. Yaşa, yaşa, mənim anam, atam, canım Azərbaycanım. Akşamınız xeyir olsun, hürmetli hanımlar ve canablar. İrs, Naslediye Beynəlxalq Azərbaycan jurnalının ölməz Rəşid Behbudovun 90 illiyinə həsr olunmuş xüsusi buraxılışının və Qarabağlı Oğlan CD albomunun təqdim etmə mərasimində hamınızı xoş gördük. Bugün bu ocaqda toplaşmağımız təsadüfü deyil. Çünki bugün Rəşid Behbudovun adını daşıyan bu bina vaxtilə elə onun öz zəhmətinin bəhrəsi ilə yaratdığı bir teatrın ilk məkanıdır. Dövlət mahnı teatrının sorağı nəinki ölkəmizdən, hətta hüdudlarımızı aşaraq dünyanın bir çox ölkəsindən gəlirdi. Bu bahar axşamında bugün yenə də bu adın ətrafına toplaşmışıq. Və mən tədbiri açmaq üçün böyük məmnuniyyətlə Behbudov soyadının daşıyıcısı, ölməz sənətkarın yadigarı Rəşidə xanım Behbudovanı səhnəyə dəvət edirəm. Мои родные, мои уважаемые, мои достославные, любимые бакинцы, наша замечательная публика, наш замечательный народ, наша замечательная элита. Я очень рада и горда приветствовать вас в прекрасном театре Рашида Бейбутова на этом вечере и подарить вам несколько песен с огромной душой, с огромной любовью к этому замечательному вечеру, к этому замечательному еще одной дате нашего прекрасного, доброго, прекрасного Рашида, к этому прекрасному журналу, очень красочному, и к звонкоголосому мальчику из Карабаха, который так давно не слышал наш азербайджанский народ. Наверное, кто-то еще не родился, уж я это точно не родилась в то время, который прославил Азербайджан на весь мир. И вот, наконец, спустя много-много лет, эта почти утерянная запись вернулась к нам в этом прекрасном диске, замечательном, красивом, очень умном, очень мудром журнале. Итак, моя первая песня.
ömrüme. Gel ümit gibi, gel güneş gibi, gel gönlümü sen al hayal. Her zaman olmur hayat asan, dünyada sen yaxşı ki varsan. Ömrüme işıqsə bir ümid vüsal getir, yaşat məni, ey hayal. Al qoynuna sen məni hayal. Ben yaratmışam seni bir zaman, sen nehmemsen, sen arzumsan ey hayal. Gel kövrek kalbim, en yakın dostum, gel gönlümü sen al hayal. Her zaman olur hayat asan, dünyada sen yaxşı ki varsan. Ömrüme işıqsə bir ümid vüsal getir, yaşat məni, ey hayal. Al qoynuna sen məni hayal. Al qoynuna sen məni hayal. Yine sen geldin ey şirin hayal. Sen nehmemsin, sen arzumsan ey hayal. Gel kövrek kalbim, en yakın dostum. Yine sen geldin ey şirin hayal, ey şirin hayal. Oktay Kazımov'un Xəyal mahnısı səsləndi. Rəşdə xanımın ifasında sözləri Fikrət Qocanındı. Təşəkkür edirik. Əziz qonaqlarımız, bilirsiniz ki, Rəşid Behbudov fondu daim arxiv işləri aparır. Hər dəfədə yeni faktlar ortaya qoyur. Mən böyük məmnuniyyətlə fondun direktoru Kamil Şahverdini səhnəyə dəvət edirəm. Yəqin onun bugünkü tədbirlə bağlı söyləyəcəyi yeniliklər var. Buyurun. Bugünkü tədbir əslində tək Rəşid Behbudov fondunun tədbiri deyil. Bu bir neçə ildir ki, artıq fəaliyyət göstərən, Moskvada nəşr olunan Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, bizdə artıq neçə illərdən bəri mövcud olan informasiya blokadasını yaran İrs Naslediya jurnalının fondla birgə hazırladığı bir tədbirdir. İrs Naslediya jurnalının baş redaktoru Musa müəllim burada iştirak edir və yəqin ki, o bir qədər jurnal haqqında məlumat verəcək. Biz bir neçə ildir ki, Rusiyada, Moskvada, Sankt-Peterburgda Rəşid Behbudovla bağlı
müəyyən tədbirlər keçiririk, müəyyən disklər buraxılır, yəni məqalələr çap olunur, broşurlar hazırlanır. Mən niyə bunu xüsusilə qeyd etmək istəyirəm? Çünki heç kimə sir deyil ki, Rusiya dünyanın nəhəng dövlətlərindən biridir və dünyanın siyasət və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanla yanaşı, yəni biz eyni zamanda Azərbaycanda da göstərdiyimiz fəaliyyətlə yanaşı, eyni zamanda da Rusiyada və xüsusilə də Moskva və Sankt-Peterburg şəhərlərində biz müəyyən tədbirlərimizi həyata keçiririk. Bu tədbirlərdə biz milli mənəvi dəyərlərimizi, Azərbaycan mədəniyyətinin ən yüksək, ən ali nümunələrini və onların vasitəsilə Azərbaycan adını, Azərbaycan həqiqətlərini bizimlə əməkdaşlıq edən, bizə yaxınlıq edən, bizə imkan və şərait yaradan insanlara bu məlumatları çatdırmağa çalışırıq və buna da müəyyən qədər nail oluruq. Hər halda bunu biz özümüz öz haqqımızda demək biraz təvəkküldən uzaq olar. Musa müəllimdən belə bir təklif bizə daxil olanda çox böyük məmnuniyyətlə biz buna hazırlaşdıq. Siz bilirsiniz, bugün hər hansı bir işi görmək, başa çatdırmaq çox böyük çətinliklərlə başa gəlir. Mən ilk növbədə bu işdə əməyi olan jurnalın redaksiyasının əməkdaşlarını, İSER şirkətlər qrupunu, hansı ki şərait yaratdılar, disk çap olundu, jurnala əlavə edildi. Bugünkü tədbiri ərsəyə gətirmək üçün bizə yaxından köməklik göstərən Beynəlxalq Bankə minnətdarlığımı bildirmək istəyirəm ki, hansı ki bugün bizə bu bayram süfrəsini hədiyyə etdi. Və eyni zamanda bütün müəlliflərə özləri minnətdarlığımı bildirmək istəyirəm ki, həvəslə bu jurnala öz yazılarını təqdim etdilər. Bir sözlə bu işdə əməyi olan bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə mən rəssam İsmail Məmmədovun, Azərbaycanın əməkdar rəssamı İsmail Məmmədovun əməyini qeyd etmək istəyirəm. Jurnalda çox maraqlı məqamlar var. Yəni, jurnalın üz qabığında gördüyünüz bu şəkil vaxtilə Azərbaycan kinoteatrında, Bakının mərkəzində yaşayan Azərbaycan kinoteatrında divar rəsmi idi. Əfsuslar olsun ki, biz nəinki yalnız Qarabağda, Şuşada itirmirik biz mənəvi sərvətlərimizi. Bakının mərkəzində də biz hərdən çox gözəl sənət əsərlərimizi, mənəvi sərvətlərimizi itiririk gözümüz görə-görə. Yəni, o divar rəsmi həmin bina təmir olunanda üstümalandı və məhv edildi. Bu, yəni, Azərbaycan kinosunun şax əsəri sayılan Arşı Mağlan filminə olan fraqment idi, divar rəsmi idi. Onun İsmail Məmmədovun işi idi. Biz də onu bilərəkdən jurnalın üz qabına çıxartdıq və ikinci səhifədə də orada qeyd olundu ki, yoxa çıxmış bir iş. Digər bir iş, Azərbaycanın xalq rəssamı, yəni ortada, jurnalın ortada görəcəksiniz. Azərbaycan xalq rəssamı, çox istedadlı rəssam Asəf Cəfərovun, Rəşid Beybudovun çəkdiyi portretdir. Çox gözəl bir portretdir. Yəni, bu Rəşid Beybudov portreti çox çəkilib, onun haqqında çox rəsm işləri var. Amma bu Asəf Cəfərovun işi, yəni bunların arasında seçilən və mənim fikrimcə, bu ola bir subyektiv də ola bilər, mənim üçün ən yaxşı işdir. Bu işdə Şuşada, Şuşa Muzeyinin qalereyasından yoxa çıxdı, Şuşa zəbt olunanda. Yəni, biz də bunları daxil etdik və bu jurnalda da bu məlumatı yaymağa çalışdıq. Digər özəllik də ondan ibarətdir ki, Rəşdə xanım söylədi, Qarabağlı oğlan, Malçik Visoli iz Qarabaxa, yəni yaşlı nəslin yaxşı yadındadır, bu mahnı vaxtilə çox məşhur idi. Sonra Ceyran xanım bu mahnının tarixçəsindən ola bilsin danışacaq, yəni bu mahnının xüsusi yaranma tarixi var, bu elə belə yaranmamışdı. Və təsadüfi deyil ki, Gürcü bəstəkarı Dalidze, Rus şairi Darizo bunun sözlərini yazmışdı. Sonra mən bütün sirləri açmaq istəmirəm birdən-birə, Ceyran xanım bunları söyləyəcək. Yəni bu mahnının Azərbaycanda yoxdur. Vallarda var, 40-cı, 50-ci illərin vallarında. Onları da bərpa etmək mümkün deyil. Biz Rusiyanın radiosunda, Kartotekada baxdıq. Kartotekada adı olsa da, amma fondda bu tapılmadı. Sonra Rusiyanın dövlət səs arxivindən biz çox böyük çətinliklə, çox böyük əziyyətlə bunu üzə çıxartdıq, bu mahnını. Və o mahnının orijinalı daxil edildi. Mən sizə bir faktı söyleyeyim. Dekabr ayında bu jurnal Moskvada, Rusiyada çox geniş təqdim olundu, təbliğ olundu, yayıldı. Rusiyanın bütün bir çox regionlarına göndərildi. Rəşdə xanımın Moskva Dövlət Konservatoriyasının Çaykovski
adına Moskva Dövlət Konservatoriyasının Raxmanov adına zalında solo konsertində biz Musa müəllimlə bu jurnalın təqdimatını keçirtdik və sonra Rusiya Elmlər Akademiyasının rəyasət heyətində Seretelinin qalereyasında bu jurnalın təqdimatı keçirildi və geniş yayıldı Rusiyada. Mən bir faktı sizə söyleyeyim ki, yüzlərlə insanlar yaxınlaşıb söyləyirdilər ki, yəni Rəşid də Qarabağlıdır. Yəni bircə bu kəlmə artıq bu, yəni bəzən bizim diplomatların ya siyasətçilərin aylarla görə bilmədiyi şey bircə bir fakt, yəni Qarabağ, Malçikis Qarabağ bu artıq yayıldı bir çox yerlərdə və bir çox insanların beyninə həkk olundu ki, yəni Rəşid bəy də Qarabağlı, deməli Qarabağ Azərbaycanlıdır. Budur, yəni bu jurnalın əsas məqsədi bu. Çox sağ olun, minnətdarım. Biz sizə minnətdarıq, Kamil müəllim. Və mən səhnəyə uzun illər Rəşid Behbudovla bir səhnədə çalışmış gözəl sənətkarımız, SSR xalq artisti Lütfiyar İmanovu dəvət edirəm. Buyurun, Lütfiyar müəllim. Axşamınız xeyir olsun, gözəl xanımlar, bəylər. Həmişə belə gözəl məclislərdə sizi görməyi özümə xoşbəxtlik hesab edirəm. Və bu gecə bizim dünya şöhrətli, əvəz olunmaz, əsrlər boyu nə qədər bu torpaq yaşayacaqsa, o da bizimlə yaşayacaq. Rəşid Behbudov, necə deyim, Rəşid Behbudov kimi gözəl bir insan, insanların qeydinə qalan, hər kəsə ürək sözünü deyən və onun yolunda canını yandıran bir insan Rəşid Behbudov kimi ikincisini mən tanımıram. Mənim çox yaxşı yadımdadır, birinci dəfə mən Koroğlu operasını hələ baxış idi və bizim böyük sənətkarımız da o baxışa gəlmişdi. Baxış qutarandan sonra mən gəldim, koridordan keçərkən Rəşid məni gördü, indi olmasın, qucaqladı, məni öpdü, dedi, Fikrət, təbrik elə, Lütfiyar gözəl Koroğludur. Rəşidin oxuduğu mahnılar kimi onu oxuyan bir insan çətin tapılar. Mənə elə gəlir ki, hər nəğməkar onun mahnısını seçməlidir, oxumalıdır. Çünki Rəşid kimi onu oxumaq çox çətin bir məsələdir. Rəşid kimi onu heç kəs oxuya bilməyəcək. Ona görə mən şəxsən həm böyük sənətkarımız Bülbülün, həm də ki Rəşidin oxuduğu çox mahnıları mən oxumamışam. Çünki onu təkrar eləmək düzgün deyil. Düzdür. Hər kəs öz bildiyi kimi, öz başardığı kimi oxumalıdır. Bu sözsüz. Amma elə mahnılar var ki, onu təkrar eləmək lazımdır. Rəşid, böyük sənətkar, sən bir dənəsən, bir dənə. Sənin tayın bərabərin dünyada yoxdur Rəşid. Rəşid, sənin məharətinin qarşısında, sənin bir insanlığının qarşısında mən baş əyirəm. Rəşid, yaşa, yaşa, yaşa. Fikrində aylı, ulduzlu, asman var bu gecə. Könlümdə körpə, quzu tək, bir ümman var bu gecə. Bircə sən yoxsan əzizim, bilir aləm bu gecə. Neçin olmadın Rəşid can, bizə mehman bu gecə. Bircə sən yoxsan əzizim,
bilir aləm bu gecə. Neçin olmadın Rəşid can, bizə mehman bu gecə. Bizə mehman bu gecə. Teşekkür edirik Lütfər müəllim. Sağ olun, Rəşid hocam, sağ olun. Hanım, sağ olun, var olun. Hamınız var olun. Bir de mən bunu demək istəyirdim ki, o Malçik iz Karabaxa ki, orada onun diski var. O mahnını mən birinci dəfə əskərlikdə olarkən mən Rəşidin Leningradda konsert verəndə mən onu eşitmişəm. Мальчик веселый из Карабаха так называют всюду меня. Teşekkür ederim. Beynəlxalq Azərbaycan jurnalı İrs Naslediya xeyli müddətdir ki, fəaliyyət göstərir. Bu jurnal Moskvada nəşr olunaraq dünyanın müxtəlif ölkələrinə yayılır və Azərbaycanın həqiqətlərini dünyaya çatdırır. Mən böyük məmnuniyyətlə jurnalın baş redaktoru Musa Mərcanlını dəvət etmək istəyirəm səhnəyə. Gözəl günlərdə sizi burada görməyim çox şadam. İndi elə bir günə təsadüf edir ki, bütün xalqımız yazın gəlişin, bahar bayramını qeyd eləyir. Novruz bayramı ərəfəsindəyik. Bəri başdan sizin hamınızı bu Novruz bayramı münasibətdə təbrik edirəm. Və bizim bugünkü elə görüşdən də bir Novruz qoxusu gəlir, Novruz ətri gəlir. Rəşid Behbudovun sənətinə həsr olmuş bu gecədə elə bir təravət var ki, inanıram ki, bu təravət Novruz bayramı qaldığı qədər əsrlər boyu qalacaq və yaşayacaqdır. Bizim jurnalın, İrs Naslediya jurnalının bu nömrəsinin həsr olunmasının səbəbini Kamil müəllim dedi. Ondan əvvəl biz jurnalın bir xüsusi buraxılışını buraxmışdıq. Keçən il Qarabağ adında bir jurnal idi. Yəqin ki, müəyyən bizim burada əyləşən qonaqlarımız jurnalla tanışdırlar. Mən bir qısaca bir xülasə vermək istəyirəm ki, İrs jurnalı Azərbaycanın yeganə jurnalıdır ki, Rusiya məkanında, postsovet məkanında çıxır. Artıq 5 ilə yaxındır dərc olunur və şükür Allaha ki, hələ ki müntəzəm çıxır, dayanmamışıq və inanıram ki, indən belə də Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, etnoqrafiyasını, Azərbaycan həqiqətlərini, bizim ağırlı yerimiz olan Qarabağ həqiqətlərini dünyaya çatdıracaq və çatdırır və çatdırmaqda davam edəcəkdir. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd dediyimiz kimi Azərbaycan həqiqətlərini, Azərbaycanı Azərbaycandan kənarda tanıtmaqdır. Elə bilirəm ki, bu qısa müddət ərzində biz az da olsa bu işdə bir müəyyən qədər bir rol oynaya bilmişik. Məsələn, bizim jurnalın xüsusi buraxılışı olan Qarabağ jurnalı mən inandırıram sizi ki, bir xeyli adamlar üçün gözlənilməz oldu. Ona görə ki, biz dediyimiz kimi Qarabağ həqiqətlərini özümüz nə qədər yaxşı bilsək də kənarda onun mahiyyətini, Qarabağın problemlərini yaya bilmirik. Və indi bayaq Kamil müəllim demişkən Malçik iz Karabaxa dedikdə çox adam təəccüb edir ki, doğrudanmı Qarabağ Azərbaycanındır? Doğrudanmı Qarabağdan da oğlan Azərbaycan ola bilər? Və biz o Qarabağ nömrəsi ilə də göstərdik ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Heç vaxtı yad bir ünsür orada yaşamayıbdır və bu nömrədə həsr olunan Rəşid Behbudovun məhz əslən Qarabağdan olması da ona bir sübutdur. Məhz o torpaqdan yetişən adam bu cür səs ola bilər. Məhz o torpaqdan yetişən adamda bu cür ölməz yəni sənət əsəri yarada bilər və nəsildən nəslə keçə bilər. Oradan olmayan, orada yaşamayan ermənilərin ən aşağısı elə bir sənətkarı yoxdur ki, yəni bu cür Azərbaycanın dahi sənətkarı Rəşid Behbudov kimi bütün dünyada öz millətini təmsil edə bilsin. Rəşid Behbudov bayaq onun canlı musiqisində, səsində eşitdik ki, bütün dünyada Azərbaycanı təmsil edib. Bizim jurnal da məhz bunun bir timsalı kimi Azərbaycanı Azərbaycandan kənarda təmsil etmək istəyir. Mən sizlərin hamınıza bir mətləbi də bildirmək istəyirəm ki, bizim jurnal bundan sonra da bu həqiqətləri, bu missiyanı yerinə yetirməyə davam edəcək. Bizim növbəti nömrəmiz elə bir xüsusi nömrəmizdə həsr olunur muğama və o da çox unikal bir demək
nömrə olacaqdır və orada da muğam haqqında informasiyalardan, yazılardan əlavə muğama həsr olunmuş xüsusi bir CD albom da olacaqdır ki, orada xüsusi seçilmiş muğam dəstgahlarından ibarət, bölmələrdən ibarət demək, mahnılar və müxtəlif dəstgahlardan ibarət, müxtəlif zamanlarda yaşamış məşhur sənətkarların əsərləri olacaqdır. Elə bilirəm ki, bu da həmən bu missiyanın davamıdır, Azərbaycandan kənarda demək, təbliğ eləməyin davamıdır. Mən bir misal çəkim sizə, Rusiyada olanda demək, bir nəfər bizim Azərbaycanlı yaxınlaşdı, dedi ki, biz bu jurnalı əlimizdə haradasa bir məclisdə olanda bir Rus qadını yaxınlaşdı və dedi ki, bu Rəşidin, yəni Rəşidə həsr olunmuş bir, yəni görəndə ki, Rəşidin mahnılarından ibarət olan bir diskdir və çox xahiş elədi ki, çox yaşlı bir qadın dedi, çox xahiş elədi ki, bunun bir ona bağışlayaq, çünki o Rəşidin demək, pərəstişkarıdır, neçə illər deyir və hətta onun ola bilsin 70-80 yaşı ola bilər. Ancaq o Rəşid haqqında elə şeylər dedi ki, mən təəccüb elədim və mən az qala utandım ki, mən Azərbaycanlı kimi Rəşidi o qədər yaxşı tanımıram. Amma bu Rus qadını Rəşidi bu qədər sevir. Mən burada əyləşənlərin, çoxların, əvvəl istədim hamısının bir-bir adlarını çəkəm, amma gördüm o qədər çoxdur ki, və adlarını çəkə bilmədim. Çünki burada olan sənətkarlarımız, yazıçılarımız, şairlərimiz, incəsənət xaridilərimiz, hamısı Rəşid qədər yəni, layiqli bir adamlardır və vaxt gələcək ki, biz sevinəcəyik ki, bu adamlarla bir yerdə, bir zalda əyləşmişik və bu adamlar Azərbaycandan kənarda təbliğ eləməyə layiqli adamlardır. 50 ildə, 100 ildə keçəndən sonra bu adamların adları qalacaqdır və Rəşid kimlərin adları qalacaqdır. Və mən sizin hamınızı bir daha təşəkkür edirəm ki, bu məclisə yığışmışsınız və Rəşid sehrinə, Rəşid səsinə qulaq asmağa gəlmişsiniz. Mən sizin bir daha təşəkkür edirəm ki, siz İrs jurnalının oxucularısınız və inanıram ki, indən belə də İrs jurnalının o biri nömrələrində, buraxılacaq xüsusi nömrələrində də, təqdimatlarında da iştirak edəcəksiniz. Çox sağ olun. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Düşünürəm ki, qonaqlarımız artıq jurnalla tanış oldular. Çünki hər birinizə bu gün bu jurnaldan bir hədiyyə verilib və CD albom da jurnalın içərisindədir. Yaxından tanış ola bilərsiniz. Və davam edirik. Bayaq Kamil müəllim qeyd etdi ki, Rəşidə xanım Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninovo adına zalında Rəşid Behbudovun 90 illiyinə həsr olunmuş solo konsert verib. Konsert çox uğurla keçib. Azərbaycan və Rus bəstəkarlarının əsərlərini ifa edib Rəşidə xanım. İstərdik elə həmin konsertdə ifa olunmuş bir bəstəni, Fikrət Əmirovun Ey Sayğı romansını biz də bugün sizinlə birgə dinləyək. Fortepianoda müşayiət edir Zülfiyə Sadıxova. Buyurun Rəşidə xanım. Фикрет Амиров из музыки к пьесе Мехти Гусейна «Джаваншир», слова Талета Эюбова. Dünya
Jurnalda Azərbaycanın və Rusiyanın görkəmli şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin Rəşid Behbudov haqqında olduqca səmimi, maraqlı fikirləri dərc olunub. Xeyli məqalə, xatirə toplanıb. Belə yazılardan birinin müəllifi hörmətli Anar müəllimdir. Mən baxıram bu salona və mənə elə gəlir ki, Rəşid Behbudovu bu salonda məndən əvvəl tanıyan heç kəs olmayıb. Çünki mən ilk dəfə Rəşid Behbudovu 1945-ci ildə, mənim o vaxt 7 yaşım vardı, onda görmüşəm və onda dinləmişəm. Mənim atam o vaxt kinematografiya naziri idi və Rəşid Behbudov da Arşın Mallan filmində çəkilirdi. Onu mənim ad günümə dəvət eləmişdi. Mən ilk dəfə onda gördüm Rəşid Behbudovu və ilk dəfə onun səsini bizim evdə dinləmişəm. Mən o jurnalda çıxan bir məqalədə bunu demişəm, Rəşid Behbudovun səsini bahar səsi adlandırmışam. Çünki mən Arşın Mallan filmini yada salıram. Arşın Mallan filmi haçan çəkilmişdi. İkinci Dünya Müharibəsi qurtarmışdı. İnsanlar fəlakətdən, bəladan, ölümdən qurtarmışdılar. Və Arşın Mallan filminin uğurunun bir səbəbi də o idi ki, insanlar bu filmdə dinç həyata, sevgiyə, xoş münasibətə qayıdırlardı. Ona görə də bu film dünyada belə şöhrət qazandı. Amma bu filmin bir cəhətidir. İkinci cəhəti isə odur ki, bu filmin musiqisi ölməz Üzeyir bəyin, Üzeyir Hacıbəyovun musiqisidir. Və üçüncü cəhəti də, çox mühüm cəhəti o idi ki, bu filmdə Rəşid Behbudovun bahar səsi səslənirdi, bahar səsi ucalırdı. Rəşid Behbudov bu filmdə ölməz Üzeyrin musiqisi ilə insanlara məhəbbətdən danışırdı, insanlara xoş günlərdən danışırdı, insanları müharibəyə, qana, ölümə yox, saadətə çağırırdı. Və bu səslə və bu musiqi ilə bu film bütün dünyada şöhrət qazandı. Rəşid Behbudov mənim atamın da sözlərinə bir neçə mahnı yazıb, oxuyub və yadında da atam deyirdi ki, Tofiq Quliyevin iki ölməz mahnısı sənə də qalmaz və Qızıl Üzük mahnılarını Rəşid Behbudovdan əvvəl də oxuyublar. Amma gözəl musiqisi olmağına baxmayaraq bu mahnılar səslənməyib. Ancaq Rəşid Behbudov bu mahnıları ifa eləyəndən sonra o bugün də bizim Azərbaycanın klassikasıdır və Azərbaycanın milli sərvətidir Rəşid Behbudovun ifasında. Sonraki illərdə mən də Rəşid Behbudovla ünsiyyətdə oldum və mən xatirələrimdən ancaq onu danışmaq istəyirəm ki, biz bir neçə dəfə ondan, bir neçə yox, çox dəfə görüşmüşük, Baskada da, Bakıda da, Türkiyədə də. Bir xatirəmi danışmaq istəyirəm ki, biz Türkiyədə idik. Türkiyədə, demək, İzmir şəhərində bir konsert vardı. Orada bizim cavan müğənnilər də çıxış eləyirlərdi və Rəşid Behbudov artıq yaşlı vaxtı idi onun. Və biz fikirləşirdik ki, indi cavan müğənnilər təbii həyatdır, cavanlıqdır, cavanlıqda səs də başqa olur filan. Və Rəşid Behbudov üçün biz biraz həyəcan keçirdirdik ki, indi bu da burada necə çıxış eləyəcək.
Və inanın mənə ki, İzmirdə, stadionda Rəşid Beybudov elə çıxış elədi ki, bütün ona qədər çıxış eləyənlərdən üstün oldu. Səsinin gücü ilə, məlahəti ilə, sənətkarlığı ilə bütün auditoriyanı ələ aldı. Və nəhayət, üçüncü bir xatirə də mən Üzeyir Hacıbəyev haqqında film çəkəndə o filmə birinci Arşın Mallandan kadrları daxil elədim. Amma o filmin fonoqraması artıq köhnəlmişdi. Artıq elə şəkildə idi ki, onu o şəkildə filmə salmaq olmazdı. Və mən üçüncü bir dahimizin adını çəkmək istəyirəm, Niyazinin adını. Niyazinin ifasında Arşın Mallanı sonra Rəşid Beybutovla və Fidan Qasımova ilə və başqa ifaçılarla lentə yazılmışlar. Mən o lenti götürdüm. O lenti filmə saldım. Və Rəşid Beybutovun ifası, o vaxtki görünüşü ilə bu səs, çox sonralar yazılmış bu səs o qədər həmahəng səslənirdi, o qədər bir-birinə uyğun idi və o qədər Üzeyir musiqisinə, o qədər Niyazi interpretasiyasına uyğun idi ki, heç kəs bunu duymadı ki, bu filmin, bu kadrların musiqisi, bunun fonoqramması daha əvvəllər yazılıb. Yəni bu nəyi deyir? Bu onu deyir ki, Rəşid Beybudov ömrü boyu cavan səsi ilə oxuyub. Ömrü boyu sənətkar kimi cavan qalıb. Vaxtın, illərin onun səsinə, onun sənətkarlığına heç bir təsir olmayıb. Bəlkə sənətkarlığı biraz da cilalanıb, bəlkə sənətkarlığı biraz da artıb. Amma səsinin gücü, məlahəti, gözəlliyi ömrünün sonuna qədər belə qalıb. Mən çox təşəkkür edirəm. Mən Ceyran xanım sizi salamlayıram. Rəşidəni salamlayıram, onun layiqli varisi kimi. Kamil müəllimə təşəkkür edirəm ki, o çox böyük işlər görür. Rəşid Beybudov fondunun rəhbəri kimi onun irsinin toplanmasında. Və mən Musaya təşəkkür edirəm, Musa Mərcanlıya ki, doğrudan da biz bu jurnalın Qarabağ nömrəsinin də təqdimatını keçirmişik və indi Rəşid Beybudov nömrəsinin də təqdimatını keçirdirik. Rus dilində, Rusiya auditoriyasına, geniş keçmiş Sovet İttifaqı auditoriyasına, Rus dilində Azərbaycan mədəniyyətini təbliğ eləmək və xüsusilə Qarabağı təbliğ eləmək, Qarabağı vurğulamaq, Qarabağlı oğlan adı ilə Rəşid Beybutovu bir daha dünyaya tanıtmaq üçün də bu jurnalın çox böyük xidmətləri var. Və mən onu demək istəyirəm ki, Rəşid Beybutovun səsi nə qədər Azərbaycan xalqı yaşayırsa, bu səs də o qədər yaşayacaq, o qədər bizim də olacaq. Sağ olun. Səhnəyə Respublikamızın xalq artisti Yalçın Rızazadəni dəvət edirəm. Mən bilirsiniz, indi sənətdə azdan çoxdan çox bəstəkarlarla görüşmüşəm, çox ölkələrdə olmuşam, amma çox mahnılar eşitmişəm. Bütün sənətkarlar Azərbaycan haqqında, Azərbaycan sözünü deyən sənətkarlar hamımız eşitmişik. Amma Rəşid Beybutov, Rəşid müəllim, maestro, o Azərbaycan deyəndə mahnılarında mən bilmirdim o hansı bir böyük ürəklə o Azərbaycan sözünü deyirdi. Əlçatmaz bir sənətkar, təkrarsız, əbədi sənətkar, əsl Azərbaycan xalqının, Azərbaycan torpağının yetişdirdiyi və Azərbaycanını son nəfəsinə qədər sevib, hər yerdə Azərbaycanlı, əsl Azərbaycanlı oğlu, Azərbaycanlı balası Rəşid Beybutov idi. Və mən, bilirsiniz, indi də hər onun səsini eşidəndə belə məhtəl qalıram. Deyirəm ki, bu ilahi səs insanda olarmı? Elə bil ki, bir böyük bulaqdır, elə bil bir, belə deyirlər adi dildə, bal kimi dadlı, şirin, böyük, əl çatılmaz. Mən, Beylar Anar müəllim çox gözəl dedi, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan torpağı yaşayır, yaşayacaq, o qədər də bizim dahi müğənnimiz, dahi şəxsiyyət, dahi insan,
Azərbaycanın əsl böyük oğlu Rəşid Beybutov da bu xalqla bir yerdə yaşayacaq. Kim bu dahi insanın adını çəkir, kim onun haqqında bir söz deyir, kim onu ürəyində yaşada bilir, o əsl xalqını sevən adamdır. Və mən baş əyirəm Rəşdə xanımın qarşısında, Ceyran xanımın qarşısında, Kamil müəllimə böyük minnətdarımı bir daha bildirirəm ki, onlar belə ölməz sənətkarın haqqında belə şərait yaradırlar. Və mən bura gələndə fikirləşdim ki, hansı bir mahnımı gətirim? Yəni mahnılar çoxdur. Bir mahnı var, İqbal Ağayev bu yaxınlarda yazıb, sözlər də Hafiz Baxışındır. O mahnı da bu gecədir. Yəni bu gecəyə aid olan mahnıdır. Bir qədər kövrək və mənim xoşuma gələn bir mahnıdır. Yəqin sizin də xoşunuza gələcək. Böyük məmnuniyyətlə o mahnını mən ifa edəcəyim. Gelmedin, gözledim, gün akşam oldu. Səbrimin kasası həsrətlə doldu. Ümid yarpaqlarım saraldı, soldu. Qalmadı görüşə güman bu gecə. Könlümdə dünyanın kədəri, qəmi. Ah nə uzun imiş bu hicran dəmi. İlə döndərmisən hər dəqiqəmi. Yaman uzun oldu, yaman bu gecə. Sükutum göylərdən, yerlərdən dərin. Gəzir saçlarımda mey sərin sərin. Hardan biləsən ki ala gözlərim, ruhuma verməyir aman bu gecə. Sensiz bu dünyada zannetme sağam. Baharı xəzana qovuşmuş bağam. Başında buludlar oynayan dağam. Bürüyüb dövrəmi dumanı bu gecə. Könlümdə dünyanın kədəri, qəmi. Ah nə uzun imiş bu hicran dəmi. İlə döndərmisən hər dəqiqəmi. Yaman uzun oldu, yaman bu gecə. Sükutum göylərdən, yerlərdən dərin. Gəzir saçlarımda mey sərin sərin. Hardan biləsən ki ala gözlərim, ruhuma verməyir aman bu gecə. Sükutum göylərdən, yerlərdən dərin. Gəzir saçlarımda mey sərin sərin. Hardan biləsən ki ala gözlərim, ruhuma verməyir aman bu gecə. Sükutum göylərdən, yerlərdən dərin. Gəzir saçlarımda mey sərin sərin. Hardan biləsən ki ala gözlərim, ruhuma verməyir aman bu gecə.
Və səhnəyə əziz qonaqlarımız, Respublikamızın xalq artisti, gözəl sənətkarımız Habil Əliyevi dəvət etmək istəyirəm. Siz bilirsiniz ki, Habil müəllim Rəşid Behbudovla bir səhnəni paylaşıb dünyanın bir çox ölkələrində qastrol səfərlərində olublar. Habil müəllim, buyurun. Rəşid müəllim, mən onu bilirəm ki, Rəşid deyəndə elə bugünkü məclisə yürüşən adamlara baxanda bilinir ki, Rəşid kim olubdur. Ancaq mən istəyirəm deyəm ki, bir əlavə eləyəm ki, Rəşid müəllimə tək bir müğənni kimi, xanəndə kimi baxmayaq. Rəşid müəllim çox böyük vətəndaş idi və çox böyük ictimai bir təşkilatçı idi. Onun nə eləyirdisə hamısını düz eləyirdi. Yerində eləyirdi və çox yaxşı eləyirdi. Mən bircə şey deyim ki, mən də şahidiyəm bugünkü salonun əmələ gəlməsində. Burada əyləşmişik hamımızındır. Mənim yadımdadır, rəhmətlik tək mıxmardan ötəri, mıxdan ötəri neçə qapını döyərdi. Buranı təmir eləyəndə. Herhalde Ceyran xanım da sübut eləyər, təsdiq eləyər. Çox çətinliklə bu salonu yaratdı. Və çox çətinliklə ansamblını yığdı, düzəltdi. Çox xoşbaxtam ki, mən də o ansamblında oldum Rəşid Məcidov üçün. Və onun kim olmağını gözümlə gördüm. Məni bağışlasın bu müğənnilər, xanəndələr, oxuyanlar. Mən ona təkcə xanəndə, oxuyan deməyə qıyımıram, dilim gəlmir. Rəşid Məcidov çox böyük adam idi. Və çox böyük adam itirmişik biz. Mən onu bilirəm ki, Rəşid müəllimlə harada olmuşamsa, cəsarətlə bu sözü deyə bilərəm ki, heç bir Azərbaycanlı Rəşid müəllim qədər Azərbaycanı təbliğ eləyə bilməyibdi. Azərbaycan bu insanın ürəyi idi. Özü Azərbaycan idi. Və onu nə qədər də gözəl təbliğ eləyirdi. Ceyran xanım, Rəşidə xanım, Kamil müəllim, mən təşəkkür edirəm sizə. Allah Rəşid müəllimə rəhmət eləsin və onu sevənlərə, sayanlara da həmişə Allah can sağlığı versin. Arzu edirəm ki, həmişə xoş günlərdə görüş olasınız. Sağ olun. Rəşid Behbudov yalnız onu tanıyanların xatirəsində deyil, elə sonraki nəsillərin də xatirəsində yaşayır və bu obraza ayrı-ayrı yaradıcı insanlar tez-tez müraciət edirlər. Bəstəkar İlham Abdullayevin Vahid Əzizin sözlərinə bəstələdiyi Əbədi Səfər mahnısı da bu sıradandır. Mahnını Rəşidə xanım ifa edəcək. Rəşidə xanım, buyurun, siz səhnəyə dəvət edirik. Müşayiət edir bəstəkar İlham Abdullayev. Gidir kesir, yeniden kaydır. Bulutlar bulut olur, yeniden kaydır. Durnalar kaydır,
Ulduzlar qaydır, insanlar qayda bilməyir, əbədi getdi səfərdən. Benim bu qədər düzümlü olarsan hicrana, yokluğun dünyadan büyüktür, yokluğun sığışmır cahana. Ne bileyim bu qədər düzümlü olarsan hicrana. Dünyanın min dəfə dolaşdım sesine, yoluna baxa baxa gözlədim büyüdüm, gözümün yaşını gülüşlə sillərdin, qəlbimdə mehriban nəfəsin həsrətdən bənzərsiz sesine. Ne bileyim bu qədər düzümlü olarsan hicrana, yokluğun dünyadan büyüktür, yokluğun sığışmır cahana. Ne bileyim bu qədər düzümlü olarsan hicrana. Söz verilir filologiya elmləri doktoru Nizami Cəfərova. Rəşid Behbudov haqqında ancaq belə bir jurnal buraxmaq olardı və Musa Mərcanlı bilə bilirəm ki, çox böyük xidmət göstərib bu iş üçün. Rəşid Behbudov Azərbaycan üçün əlbəttə çox böyük hadisədir və Rəşid Behbudovun sənətkar kimi, şəxsiyyət kimi miqyasına baxanda hərdən adam elə gəlir ki, Azərbaycan bu miqyasda adamları ancaq əsrlərdən bir yetişdirə bilər. Yəni bu cür gözəl səs, o səsin seçdiyi gözəl məzmun. Bəzən bilirsiniz, musiqidə mənə elə gəlir ki, səs məzmunu gətirir. O səsin ki, içərisində məna var, zənginlik var, o istər-istəməz ona uyğun sözü də seçir. Və bir şey də var idi Rəşid Behbudovda, Rəşid Behbudov şəxsiyyət idi. Bizim müğənnilərimizin çoxu niyə müğənni ola bilmir? Çünki şəxsiyyət ola bilmirlər. Mütləq, güclü, gözəl, səviyyəli səsin də, güclü, gözəl, bədii sözün də
arxasında mütləq şəxsiyyət durmalıdır. Rəşid Behbudov mübariz bir insan idi. Yəni biz onun deyək ki, tərcümə halından öyrənirik, gördüyü işlərdən öyrənirik. Son əsəb həddinə qədər mənim bildiyimə görə mübarizə aparan bir insan idi. Və heç bir şeyə dözməyən insan idi. Harada ki bir həqiqətin pozulduğunu görəndə ona dözməyən insan idi. Və elə bu şəxsiyyətinə görə də o, bu cür möhkəmliyinə görə də, iradəsinə görə də öz səsinin arxasında dayana bildi. Səsinin arxasında böyük bir şəxsiyyət dayandı və Rəşid Behbudovu bəlkə də daha çox, belə deyək ki, Azərbaycan eləyən, biz onu çox cəsarətlə deyirik və burada bir neçə dəfə səsləndi ki, bütün Azərbaycana bərabər eləyən onun bax bu üstün cəhətləri idi. Mən Rəşid Behbudov qədər Azərbaycan sözünü düzgün tələffüz eləyən ikinci bir müğənni tanımam. Nə qədər aydın tələffüz olunur. Həm var məzmun gözəl seçilən. Rəşid Behbudova deyək ki, məsələn, əriməyən, qırılmayan, fonetikalı bir mətn versəydin, onu oxuya-oxuya redakt eləyərdi. Və ona görə də onun musiqisi, indi bizim müğənnilərimizin bəzilərində yenə olmayan bir şey var ki, şair də düzgün yazmaya bilər. Və o düzgün yazılmayan, yəni fonetik baxımdan mən deyirəm, texnologiyası etibarilə deyirəm, o düzgün yazılmayan şey haradasa məzmunun hesabına mətndə, kitabda qala bilər. Amma müğənni oxuyursa və müğənni redaktə eləyə bilmirsə, oradan musiqi alınmır. Oradan musiqi çıxmır. Müğənninin elə bir stixiyası olmalıdır ki, əgər o Azərbaycan sözünün müğənnisidirsə, Azərbaycan dilinin müğənnisidirsə, elə bir stixiya olmalıdır ki, o avtomatik redakt aparsın. Və eyni zamanda musiqinin özündə də, hətta həmin musiqinin özü haradasa bir Azərbaycan səsinə, Azərbaycan tembrinə uyğun deyilsə, orada redakt aparsın. Yəni, son işi nəticə etibarilə müğənni görür. Və Rəşid Behbudov ən müxtəlif səviyyələrdən həm sözə münasibətdə, həm də o fiziki səsin harmoniyasına münasibətdə çox böyük bir redaktor idi həm də. Onun bəlkə də bu cür bizim musiqi mədəniyyətimizdə böyük sənətin hadisəsi kimi qalmasında bu ikinci məsələ o qədər də az, elə bilirəm ki, əhəmiyyət kəsb eləmir. Rəşid Behbudovu sevməmək mümkün deyil. Rəşid Behbudovla biz Qarabağı həqiqətən müdafiə edə bilərik. Rəşid Behbudovun səsi ilə biz Qarabağı müdafiə edə bilərik. Yəni, bu səsin propiskası, qeydiyyatı oradır. Bu səsin başqa bir coğrafiyadan bu qədər zənginliklə və bu qədər Rəşid Behbudov kimi insanların çoxluğu ilə gözləmək mümkün deyil. Və ona görə də mən yalnız bu müdafiə tərəfini demirəm, həm də mən çox böyük bir təhlükə duyuram ki, bundan sonra belə səslər olacaqmı? Qarabağ olmayan yerdə başqa bir bizim səs məkanımız bu gücdə, bu ənənədə, bu səviyyədə, bu enerji ilə çıxacaqmı? Və bütün Azərbaycana dağılan Qarabağlılar o səsi qoruyub saxlaya biləcəklərmi? Çünki o səs Qarabağlıların səsi deyildi, o səs Qarabağın səsi idi. O coğrafiyanın səsi idi. Bəlkə də insan səsi ilə, yəni hansısa bir sosiumun hadisəsi deyildi, bir etnoregionallığın bir hadisəsi idi. Və Rəşid Behbudov bizə elə bilirəm ki, çox şey deyir. Rəşid Behbudov həm bizi, tariximizi müəyyən bir tərəfi ilə, müəyyən bir cəhəti ilə bizim tariximizi ifadə eləyir, həm də nə vaxtsa gələcəyimizdə hansısa problem çıxa bilərsə, onun təhlükəsindən bizi xəbərdarlıq edir. Təşəkkür edirəm, çox sağ olun. Biz təşəkkür edirik, çox sağ olun. Və səhnəyə Azərbaycan Dövlət Mahnı Teatrının solisti Bilal Əliyevi dəvət edirəm. Mən xoşbəxt sənətçiyəm ki, 6 il böyük ustadım Rəşid Behbudovla bir səhnədə çalışmışam. Onunla
dünyada Azərbaycan musiqisini təbliğ eləmişəm və bu gün də bütün Azərbaycan xalqının qarşısında söz verirəm ki, ölən günümə qədər böyük ustadım Rəşid Behbudovun adını layiqli tutacağam, onun ən layiqli davamçılarından olacağım əzizlər. Özün kimi büqarlıdır uca dağların, üstüne bir yaraşıdır yaşıl bağların. Bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. El bilir ki tükenmeyen servetim vardır, sinen üstü al pamığını gen tarlalardır. Burukların göy Xəzərdə qatar qatardır. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Əziz qonaqlar, jurnala əlavə olunan kompakt diskdə xeyli maraqlı tarixi mahnı toplanmışdır. Bu mahnıların hər biri mədəniyyət tariximiz üçün qiymətlidir. Lakin heç təsadüfi deyildir ki, bu albom Qarabağlı Oğlan adlanır. Deyilənə görə 40, 50, 60-cı illərdə bu mahnı çox məşhur olub. Ucu bucağı bilinməyən keçmiş SSR ərazisində bu mahnını dinləməyən, millətindən, dinindən asılı olmayaraq onu zümzümə etməyən insan tapılmazmış. Bir çoxları bunu hətta Rəşid Behbudovun avtobiografik mahnısı da adlandırırlar. Əslən, Qarabağlı, Şuşalı olan Rəşid Behbudov hələ o zaman dünyaya car çəkirdi ki, mən Qarabağlıyam. Yəqin hamının yadındadır ki, necə zövqlə, həvəslə qalalıyam, yəni Şuşalıyam oxuyardı. Sağ əlini düyünləyib, sol ovucuna vuraraq, kör olsun düşmənimiz deyib hayqırardı. Deyilənə görə Qarabağlı Oğlan mahnısının çox qəribə bir tarixçəsi var. Kamil müəllim bayaq çıxışında söylədi. Xahiş eləyək Ceyran xanımdan bu balaca tarixçəni bizə də söyləsin. Я благодарю вас всех, что вы пришли в этот благословенный дом. Я подчеркиваю, дом Рашида.
дом песен Рашида, где живет его светлый дух, где обаятельно красивый, чарующе молодой, звонкоголосый, как самые звонкие ручьи Карабаха, поселился его голос, поселился его образ, поселился его дух. Я вас всех считаю родными, потому что, ну как не считать вас родными? Сколько девочек, сколько мальчиков, сколько сестер, сколько братьев он обручил со своей песней. Сколько невест у нас выходили с вуалью, в бушках с его песнями. Сколько мальчиков в аскерках понесли по всему миру его доброе наследие. Вы знаете, я очень тронута, что вот этот журнал называется «Ирс. Наследие», потому что мне, как женщине, как матери, как уже бабушке, мне приятно, что наши внуки, наши дети, наши дочери, наши сыновья, наши сестры и братья понесут эту любовь в сердце, любовь к Рашиду. А Рашид – это Азербайджан. Рашид – это Родина. Посмотрите, поэтому я вас называю родные. Корень-то слова один – Родина, Ирс, наследие. Какое счастье, что я соприкоснулась с миром великих Караева, Фикрята Амирова, Джахангира, Тофика Кулиева, Расула Рзы, высокой элиты, представители высокой интеллигенции. Вы представляете, какое счастье было общаться с ними, бывать просто в обыкновенном застолье, перекидываться шутками. Я счастлива, что сегодня в этом зале юный и красивый мальчик из Карабаха благословляет нас на это. Я немножко вам расскажу. Доризо и Далидзе первоначально задумали эту песню и почему-то дали ей адрес «Мальчик из Ленкерана». Наверное, они догадывались, что через много лет у Рашида Бейбутова будет зять из Ленкерана. Наверное, так. Бывает такое совпадение. Потом Рашид Меджидович волей сердца и своим творческим желанием захотел автобиографически сделать это «Мальчик из Карабаха». Сын звонкоголосого Меджида хотел, чтобы визитной карточкой его родной земли, его любимой земли стала эта песня. Нам довольно долго пришлось заниматься изыскательной работой, чтобы восстановить первоначальный отреставрированный вариант этой песни, чтобы она поселилась в ваших домах, чтобы она поселилась в ваших сердцах. И кто был молод и начинал свою жизнь с ней, как в музыке бывает форма АБА, чтобы она опять вернулась в эти дома. Я счастлива, что наши дети продолжают нас и в искусстве, и в науке, в медицине, в других ремеслах. Я приветствую вас всех, я вас всех очень благодарю. Я рада, что от имени фонда, которому уже 10 лет в этом году, от имени Камиля Мялима, Рашиды Ханум, дочурки, как Рашид ее называл, Радочка, радость, от имени нашей радости, от нашего Рашида-младшего. Я нежно-нежно вас всех, если вы мне разрешите, конечно, нежно-нежно вас всех целую и буду ждать с нетерпением на следующий праздник в этом доме. Спасибо большое. Teşekkür ederim Ceyran xanım. Çok sağ olun. Ve indi Qarabağlı oğlan
səslənməlidir, elə deyilmi? Bu mahnı səslənməlidir. Böyük məmnuniyyətlə dinləyirik. Надета на бок папаха, эхо разносит топот коня. Мальчик веселый из Карабаха так называет всюду меня. Самый душистый, сочной травою кормится летом резвый скакун. В синем ущелье у водопоя голос мой слышит целый табун. Кони мои, эй, вороной, эй, озорной, все ко мне сюда. Пейте прохладную с гор водопадную, вот вам, красавчики, чистая вода. Эх, сладкая вода, эх, горная вода. Там, где тропинка узкая бьется, скачет отважный красный джигит. Конь быстроногой не спотыкнется, выстрел услышит, не задрожит. Каждый наездник, каждый рубака скажет спасибо мне за коня. Мальчик веселый из Карабаха так называет всюду меня. Кони мои, эй, вороной, эй, озорной, все ко мне сюда. Пейте прохладную с гор водопадную, вот вам, красавчики, чистая вода. Эх, сладкая вода, эх, горная вода. Эх, пролечу я птицей счастливой мимо цветущих яблони роз, мимо кудрявой и шаловливой девочки смуглой, как абрикос. Пусть она помнит эту папаху, звонкую песню, топот коня. Мальчик веселый из Карабаха так называет всюду меня. Эй, 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 эй. Пейте, кони мои, эй, вороной, эй, озорной, все ко мне сюда. Пейте прохладную с гор водопадную, вот вам, красавчики, чистая вода. Эх, сладкая вода, эх, горная вода. Rəşid Beybudov xalq mahnılarımıza xüsusi diqqət, qayğı və həssaslıqla yanaşardı. Onun ifasında xalq mahnılarımız yeni həyat tapdı. Küçələrə su səpmişəm, Laçın, gözəlim sənsən, evləri var xana-xana, qoy gülüm gəlsin, aman ovçu, gül oğlan, gülə batın. Çoxdur bu mahnıların sayı. Kimin qəlbini ofsunlamayıb bu mahnılar, kimin gözləri yaşarmır bu mahnıları Rəşid Beybudovun ifasında dinlərkən. Böyük şairimiz Bəxtiyar Vahabzadə İrs Naslediya jurnalındakı məqaləsində yazır ki, Rəşid Beybudov unudulmaqda olan qədim xalq mahnılarımıza yeni həyat verdi. Xalqın malını özünə qaytardı. Mən öz xalqına bundan böyük xidmət tanımıram. Bugün Rəşid Beybudov Fondunun təklifi ilə çox maraqlı bir layihə hazırlanır. Moskvada yaşayan bəstəkarımız Asiya xanım Sultanova Rəşid Beybudovun ifa etdiyi xalq mahnılarını fortepiano üçün işləyir. Silsilə olaraq bir neçə dəftərdən ibarət olacaq bu işləmələr çap olunaraq fortepiano pyesləri kimi tədris olunmaq və konsertlərdə ifa olunmaq üçün dünyanın müxtəlif ölkələrində musiqi məktəblərinə, konservatoriyalara, peşəkar ifaçılara göndəriləcəkdir. İndi həmin silsilədən olan 2 xalq mahnısı işləməsini sizə təqdim etmək istəyirik. Qalalı, yəni Şuşalı və Küçələrə su səpmişəm. Əlbəttə ki, fortepiano üçün işləyəni Asiya xanım Sultanova ifa edir Zülfiyə Sadıxova. Buyurun.
Və mən, əziz qonaqlarımız, məmnuniyyətlə səhnəyə Respublikamızın əməkdar artisti Mübariz Tağıyevi dəvət etmək istəyirəm. Sənət ömrümün 40 ilinin 15 ili mən bu böyük dahi insanlar işləmişəm bir səhnədə. Mən böyük xoşbəxtliyim olub ki, mənim sənət yoluma görkəmli sənət adamları iz salıblar, yol göstəriblər. Onlardan ən dahisi, ən böyüyü Rəşid Beybutov olub. Dünyanın 30-dan artıq ölkələrində olmuşuq. Mən belə bir hicazkar insan, belə bir yumoru sevən insan, həyatı sevən insan, Azərbaycanı sevən insan ikincisini görməmişəm. Çox qeyri-adi bir insan idi. Beybutov sənəti bugün də yaşayır. Bu teatra biz gələndə qırıq, salxıq, yanar bir yer idi. Yəni bunu həqiqətən burada söylədilər ki, öz əlləri ilə tikdi, yarattı, öz istəyi ilə yarandı bura. Mahnı teatrı yarandı. Mahnı teatrı var idi, ancaq ki bunun səhnəsi oldu, bizim məşq eləməyə yerimiz oldu. Bundan özünü xoşbəxt sanırdı o. Allah onun ruhunu şad eləsin. Hayıf ki biraz tez yani dünyasını dəyişdi, ancaq ki sənətkar ömrünün sonu yoxdur. İz qoyub gedən insanlar ömür yaşayırlar. Onun ruhu qarşısında başa eylem böyük dahi insandı o. Sevinir yürek mehabbet gülende, nura boyanır dünya insan sevilende. Qədrini bilək bu ömür payının, qədrini bilək bizi sevən insanların, qədrini bilək sevən insanların. Akşam ötenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Yazda kalan sözün varsa, yüreklerde yerin varsa, yaşayarsan dünyada kalar, ebedi olar. Özünden sonra bizi kalan insanlar. Akşam küsenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Güzel bir hayat sevgini koruyar. Dünyadan köçen dostları biz unutmaya. Kafirelerde yaşada onları. Unutmam olmaz bizi seven insanları. Unutmam olmaz seven insanları. Akşam bitenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Yadda kalan sözün varsa, yüreklerde yerin varsa, yaşayarsan dünyada kalar, ebedi olar. Ölümden sonra izi kalan insanlar. Bu akşam ötenler ya da düşür, bu akşam
unutmayam, sevenlerle görüştük. Unutmayam, kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. 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 Çok sağ olun Mübariz müəllim. Rusiya səfirliyinin nümayəndəsi gecəmizdə iştirak eləyir. Böyük məmnuniyyətlə onu səhnəyə dəvət eləyirəm. Позвольте мне поблагодарить в вашем лице элиту творческую Азербайджана за приглашение меня как представителя российского посольства, представителя Российского центра международного научного и культурного сотрудничества с зарубежными странами в Азербайджане на этот прекрасный вечер, на этот праздник, ибо каждое соприкосновение с творчеством этого великого, гениального человека — это, безусловно, праздник. Выпуск вот этого маленького диска, воссоздание его великолепных песен разного периода — это тоже праздник. Рашид Меджидович жил и творил в области прекрасного. Он навсегда останется в сердцах миллионов людей Азербайджана, России, республик бывшего Советского Союза и многих стран мира, где он блистательно выступал в свое время. Да, он творил в области прекрасного, а прекрасное никогда не станет старомодным, ибо оно объединяет в любви к нему нынешнее поколение с теми, что были, и с теми, что придут вслед за нами. Благодарю вас. Спасибо. Мы благодарим вас. Əziz qonaqlar, Rəşid Behbudov və Tofiq Quliyev tandemi Azərbaycan musiqisində yeni bir mərhələ idi. Bu iki böyük sənətkar sanki biri-birini tamamlamaq üçün yaranmışdılar. Bu tandemin, əməkdaşlığın məhsulu olan neçə-neçə mahnı hələ illər boyu dinləyiciləri valeh edəcəkdir. Belə məlum olur ki, biz Tofiq Quliyevlə Rəşid Behbudovun yaradıcılığında yer alan, lakin bizlərə məlum olmayan bir çox sənət incisindən xəbərsizik. Bəzi lent yazıları itibata düşüb, yoxa çıxıb, bəzi mahnılar konsertlərdə canlı ifa olunsa da, hansı səbəblərdənsə lentə alınmayıb. Bugün Rəşidə xanım, böyük bəstəkarımız Tofiq Quliyevin Faiq Bağırzadənin sözlərini bəstələdiyi Qara Gözlü mahnısını diqqətinizə çatdıracaq. Хочу представить вам эту замечательную миниатюру. Наверное, ее почти никто не знает, потому что предпочитают исполнять песни, я не побоюсь сказать, уже теперь на самом деле великого композитора, великого мелодиста, потрясающего, Богом одаренного гармонией музыканта Тофика Кулиева. Это редкая вещь. Я ее нашла в нотах Тофика Аликперовича. Ее никто никогда не исполнял, кроме папы. Не знаю, по какой причине он не оставил запись. Много очень шедевров тандема Тофик Кулиев и Рашид Бейбутов знает культура Азербайджана, но я думаю, что, на мой взгляд, и я думаю, что после исполнения вы со мной согласитесь, что это еще один из шедевров Тофика Аликперовича. Это романс «Гора Гюзлю». Вашему вниманию.
çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Her yanı geçemem, çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Güzel yar olan, gülbü olan, İpek saçları boynuma salan. Her yanı geçemem, çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Her yanı geçemem, çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Şirin sözleri, şevla gözleri, almış canımı ellerden beri. Her yanı geçemem, çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Her yanı geçemem, çiçek yasemen, kara gözlerin ruhunuyam ben. Kara gözlerin ruhunuyam Səhnəyə Respublikamızın xalq artisti Azər Zeynalovu dəvət edirəm. Sözün əsl mənasında dahi sənətkarımızın bu gecəsində mən sizin üçün Azərbaycana böyük sevgi ilə yazılmış bir nəğməni təqdim edirəm. Mahnının bəstəkarı Ruhəngiz xanım Qasımovadır. Hara gitsen, harda olsam, seninem, seninem, apararam özümle, senimem, senimem.
Ey ana yurdum Azərbaycan, səndən ayrı düşmək, bilsən nə qədər çətindir. Amma inan ki bir anda səndən ayrı olmadım. Səni bu qəlbimdə gəzdirmişəm. Yeryüzünün heç bir qüvvəsi məni səndən ayıra bilməz. Çünki Allahım məni sənin üçün yaradıb. Doğma vətənim, sənin yolunda odlardan, alovlardan keçərəm. Yoruldum demərəm, bezdim, usandım demərəm. Çünki sənin üçün yaşayıram, sənin üçün yaradıram. Axı sən mənim nəfəsim, ürəyim, canımsan. Anam Azərbaycanımsan. Hey, Azərbaycan, qarışaram yellere, dolaşaram dünyanı, besteleyip yolları, qayıdaram koynuna. Azər müəllimlə Rəşidə xanımın bir dueti də var. Biz böyük məmnuniyyətlə dinləyirik. Buyurun Rəşidə xanım, dəvət edirik sizi də səhnəyə. Qui dove il mare luccica e tira forte il vento su una vecchia terrazza davanti al golfo di Sorrento. Dove abbraccio un ragazzo dopo che aveva pianto, poi si schiarisce la voce e ricomincia il canto. E voglio bene assai, ma tanto bene assai. Solo le lampare e la biancoscia di un'elica. Senti il dolore della musica, salza dal piano forte. Ma quando vide la luna uscire da una nuvola, gli sembrò più dolce anche la morte. Guarda di là che il ragazzo, quello che verde come il mare. Poi all'improvviso uscì una lagrima e lui credette di affogare. E poi ma tanto bene assai.
mimica puoi diventare una ecro. Ma tu che ti guardano così vicine belle, ti fa scordare le parole, confondono i pensieri. Così diventa tutto piccolo, anche la notte là in America. Ti volti e vedi la tua vita come la scia di un'elica. Ma sì, è la vita che finisce, ma non si pensa poi tanto. Oh sì, se sentivi già felice e ricominciò il suo canto. İndi isə qəribdə yaşayan bir həm yerlimizi səhnəyə dəvət etmək istəyirəm. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədr müavini Professor Qulam Mirzə Təbrizlini. Dahilər hər gün bahardır, hər gün doğulur. Onun üçün Rəşid Behbudov həmişə doğulur, həmişə doğulacaq, həmişə bizimlə olacaq, həmişə bizim Azərbaycanı ruhumuzda saxlayacaq. Bayramımız mübarək olsun, hamımızı bağrıma basıram, tamam soydaşlarımızdan sizə səlamlar gətirmişəm. Sağ olun ki, bizi dəvət eləmişsiniz. Bugün ilk dəfə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun Bahar Nəğməsi adlı mahnısı səslənəcək. Bu bahar günündə ölməz Üzeyir bəyin mahnısı ilə Rəşdə xanım hər bir Azərbaycanlını Novruz bayramı ilə təbrik edir. Sadəcə balaca bir qeyd etmək istəyirəm ki, Bahar Nəğməsi mahnısı 70-80 il bundan əvvəl yazılıb və indiyə qədər oxunmamışdı. Bir müddət öncə Üzeyir Hacıbəyev Ev Muzeyinin direktoru bəstəkar Sərdar Fərəcov Bahar nəğməsini aşkarlamış və üzə çıxarmışdı. Bugün ilk dəfə səslənəcək Üzeyir bəyin bu gözəl nəğməsi. Потрясающее, уникальное произведение великого, величайшего Узейирбека. Я только-только вот буквально недавно приступила к изучению этого произведения. Я вас очень прошу, если что-то не будет так досконально, прошу простить меня, потому что я очень торопилась именно к этому вечеру. Я хотела бы посвятить эту песню всем юным, всем молодым нашим детям, нашему продолжению. Я хочу посвятить ее своему сыну Рашиду. Вот он здесь сидит, посмотрите на него, какой приятный молодой человек. Это Рашид, мой сын.
мой единственный сын, я его очень люблю, он музыкант, он учится в школе имени Бюльбюля, и я надеюсь, что он продолжит традицию, потому что у него приятный голос, и он подает большие надежды. Хочу в его лице посвятить всем детишкам нашим дорогим. Çal çemenlerde süz bahar, Ganat çal çemenlerde süz bahar, ellere gelinciler düz bahar, ellere gelinciler düz bahar. Bül, bül öpüp gülleri yar desin, bülbül öpüp gülleri yar desin, gül kısarsın bu seden hüz bahar, gül kısarsın bu seden hüz bahar. Gez dolana gülistanı gül gibi sevinir, gülleri dil gibi sevinç ver, sevinç getir, her elle sevinsin alem bu şen el kimi. Kanat çal, kanat çal ellere, kanat çal çemenlerde süz bahar, ellere, ellere ellere gelinciler düz bahar, söz bahar, düz bahar, gel bahar, bahar. Спасибо. Rəssam Suğra Bağırzadə bugün bizim gecəmizdə iştirak edir. Onun xüsusi hədiyyəsi var və çox istərdik onu səhnəyə dəvət edək və o hədiyyəni bugün Behbudolovlar ailəsinə təqdim etsin. Gördüyünüz bu əsəri üzərində mən artıq 2 il işləmişəm və bu əsərin adını Ucalıq qoymuşam. Özü de ki biz Ceyran Hanım'la temasda olanda o mənə demişti ki Reşid Mecidoviç'in sevdiği en sevimli çiçekleri bak bu ağ zambaqlardır. Ona görə də mən məhz bu ağ zambaqlarla bu əsəri işləmişəm. Özü də ki mən Məkkədə olduğum vaxt oradan gətirdiyim torpağı və Kəbədə işıqlandırılmış buğdanı da bu əsərə əlavə etmişəm. Qoy Rəşid müəllimin ruhu şad olsun və mənim heç olmasa zərrə qədər də bu işdə əməyim olsun. Ceyran xanım, mənim ümumiyyətlə fərdi sərgilərim Suqranın solmaz çiçəkləri adlanır. Bax, bu əsərdəki də ağ zambaqlar solmaz çiçəklərdir. Xahiş edirəm, onu mənim adımdan qəbul edin və qoyun sizin evdə həmişə Rəşid müəllimin sevdiyi bu ağ zambaqlar, bu solmaz çiçəklər olsun. Çok sağ olun. Çok teşekkür ederim, Сура Ханум, теşekkür ederim. Я от всей души благодарю Сугру Ханум за такую прекрасную работу, предоставленную нашей семье, нашему фонду. И завершая этот вечер, хочу поблагодарить прежде всего замечательный канал «Лидер», руководство компании канала «Лидер». Огромное вам спасибо за то, что вы освещаете этот прекрасный вечер. Всем сотрудникам канала «Лидер» и нашим дорогим гостям спасибо вам огромное, что вы посетили этот прекрасный дом и еще раз соприкоснулись с волшебством, с феноменом имени голоса Рашида Бейбутова. Итак, Азербайджан, dünya mənim. Çiçeklikdə bir qayater, ulduzlara səs düşəcək. Azərbaycan, dünya mənim.
mı? Azerbaycan dünyam benim, bundan güzel töhfe var mı? Azerbaycan dünyam benim Kartalları od kanadlı, oğulları şimşek atlı, ana vətən kainattır, Azərbaycan dünyam mənim. Ana vətən kainattır, Azərbaycan dünyam mənim. Bulutlar biraz çapır, Azerbaycan dünyam benim. Bulutlar biraz çapır, Azerbaycan dünyam benim. Kartalları od kanadlı, oğulları şimşek atlı, ana vətən kainattır, Azərbaycan dünyam mənim. Ana vətən kainattır, Azərbaycan dünyam mənim. Qayalarda biten çiçek, çiçeklikte bir qaya tek, ulduzlara ses düşecek, Azerbaycan dünyam benim. Ulduzlara ses düşecek, Azerbaycan dünyam benim. Kartalları od kanadlı, oğulları şimşek atlı, ana vətən kainattır, Azerbaycan